Salam, xoş gördük. 1C-də idarə olunan formaları öyrənməyə davam etdiririk. Platformamızın konfiqurator ağacının növbəti obyekti bu abrabotki, emallar, yəni Azərbaycan dilində bunu belə tərcümə eləyə bilərik. Bu obyektimiz olacaq. İlk əvvəl gəlin aydınlaşdıraq görək, emallar konfiquratorda bizə nə üçün lazımdır? Biz bu alət vasitəsilə, bu obyekt, bu element vasitəsilə nə edə bilərik? Yəni belə deyə bilərik ki, emallar vasitəsilə, yəni bu abrabotkalar vasitəsilə platformada hər şeyi etmək mümkündür. Bunu biz 1S platformasının daxili proqramlaşdırma dili ilə tanış olduğumuz zaman daha dərindən başa düşəcəyik. Gəlin bundan əvvəlki dərslərimizdə olduğu kimi terminologiyaya baxaq. Yəni bu abrabotka obyektinə, bu emal obyektinə nə tərif verək? Ümumiyyətlə bu emallar nədir? Onu aydınlaşdıraq. Baxın, emallar bu abrabotkalar informasiya, yəni bizim platformada, bazada olan məlumatlar üzərində müxtəlif hərəkətlərin aparılması, məsələn, sistemdə köhnəlmiş məlumatları silmək, digər sistemlərdən məlumatları 1S-ə, yəni bizim bazamıza daxil etmək və s. bu kimi əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Yəni bütün qeyd etdiklərimiz bu emallar, bu abrabotkalar vasitəsilə mümkündür. Gəlin bir dənə misal verək. Məsələn, biz indi elə bir abrabotka və yaxud da emal hazırlaya bilərik ki, bizim bazada müəyyən sənədləri seçib onları çap etsin və yaxud da təsdiqləsin, provisti keçirsin sənədləri və yaxud da ləğv etsin və ya hər hansı bir dəyişikliyi həmin sənədlərin üzərində etsin və yenidən bazamızda yaddaşa versin, yəni yaddaşda saxlasın. Yəni biz emal vasitəsilə saysız, hesabsız əməliyyatları konfiqurasiyamızda, yəni bazamızda həyata keçirə bilərik. Burada qeyd etməliyik ki, emal bu abrabotka obyekti. İndi gələcək dərslərimizdə də biz bu abrabotkalardan çox istifadə edəcəyik. Siz də yəni bu abrabotkalarla bağlı daha ətraflı öyrənəcəksiniz. Bu emal, yəni abrabotka proqramçı üçün ən vacib alətdir bizim platformada. Yəni istənilən hərəkəti, əməliyyatı sadəcə bir emal vasitəsilə yazmaq mümkündür. Hətta belə deyərdim ki, emal, yəni bu abrabotkalar əsasən proqramçılar və tərtibatçılar üçün nəzərdə tutulub, istifadəçilər üçün yox. Amma bəzən istifadəçilərə də müəyyən emallar verilir. Məsələn, sənədləri, yəni bazada sənədlərin siyahısında müxtəlif dokumentləri, sənədləri seçib toplu şəkildə onları çap etsin və yaxud da toplu şəkildə hansısa dəyişikliyi, misal üçün nömrələmə və s. bu kimi əməliyyatları icra edə bilsin deyə. Amma yəni qeyd etdiyimiz kimi ən əsas halda məlumat bazasına və digər obyektlərə təsir etmək üçün emallar, yəni bu abrabotkalar proqramçılar tərəfindən hazırlanır. Praktikada da əsasən belə olur. Yəni indi burada bizim belə qısa da olsa qeyd etdiklərimiz emallar barəsində ümumi məlumatlar idi. Dostlar, bu videoda da yəni bu qədər. Yəni bizə indi bu qeyd etdiklərimiz hələlik bir konfiquratorumuzun bu obyektlər ağacında olan abrabotki, yəni emallar haqqında dediklərimiz hələlik kifayət eləyər. Yəni qeyd etdiyim kimi gələcək dərslərimizdə bu haqqda daha ətraflı danışacağıq. Yəni videonu da burada belə qısa olsa da saxlayıram. Yəni bu videoda sırf abrabotkalar haqqında ümumi tanışlıq oldu və hətta onun da yəni dabavit, yəni bazaya əlavə etsək, baxın sağ düyməni vurub dabavit düyməsi ilə belə standart olaraq bundan qabaqki dərslərimizdə spravçniklər olsun, dokumentlər olsun, hesabat obyekti olsun, hamısında olan açılan bu sazlama pəncərəsi eyni oxşardır. Yəni görürsüz burada da abrabotkamızı, yəni emalımıza yaradacağımız bu obyektə ad qoya bilirik, sinonim, kommentariya və əlavə təsvir də qeyd edə bilərik. Onu da, yəni bizim abrabotkamızın da bazamızın alt sistemlərindən hər hansı birini əlavə edə bilərik. Məlumat bölməsində, danlı bölməsində, baxın bu sazlama pəncərəsində biz bu obyektimiz, yəni emal üçün də rekvizitlər təyin edə bilərik. Necə ki bunu sənədlərdə etmişdik. Hətta cədvəl də əlavə edə bilərik. Onun üçün də formalar da təyin etmək olar. Burada görürsüz sadəcə bir formadır. Digər obyektlərdən fərqi olaraq abrabotkalarda bir forma olur. Komandası, maketləri, yəni burada biz maket də əlavə edə bilərik. Necə ki hesabata keçən dərsimizdə bununla da qısaca olsa da tanış olduq. Yəni bu şəkildə, yəni abrabotkada digər platformamızın konfiqurator ağacının obyektləri kimi belə onlara oxşar, yəni uyğun belə sazlamalara malikdir. Yəni gördüyünüz kimi bu sazlamaların bu cür olması
birisi öyrənməsini də asanlaşdırır. Əgər biz bir ay obyektdə hər hansı birində istər spravçnik olardı və yaxud da sənədlər olardı, hər hansı birini yaradarkən öyrəndiyimiz bu sazlamalar, bu nastroykalar, bu ayarlar digər obyektlərdə də var. Yəni bizə artıq bütün obyektlərin belə ayarlarını, sazlamalarını öyrənmək bizim üçün asanlaşır. Beləliklə bu qədər, yəni bu dərsimiz burada bitirirəm. Sizdən həmişəki kimi videomuzu bəyənməyi, kanala abunə olmağı, tələb, təklifləriniz, suallarınız, iradlarınız varsa videomuzun aşağı hissəsində kommentariya bölməsində qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.